Salam, bu Playbay-dir. Bugün poker oyunun əsas qaydalarını öyrənəcəyik. Oyunun məqsədi. Poker oyununda əsas məqsəd 5 kartdan ibarət güclü kombinasiya toplamaqdır. Kombinasiyanın gücü qalibiyyət şansınızı müəyyən edir. Poker oyununda 2-dən 10-a qədər oyunçu iştirak edə bilər. Oyunun gedişi. Oyun başlayanda hər bir oyuncuya 2 qapalı kart verilir. İlk 2 oyuncu məcbur mərc qoyurlar. Onlara kör mərclər, yəni böyük və kiçik blind deyilir. Dealer masaya ilk 3 ümumi kartı, yəni flop açır. Bu mərhələdən sonra oyuncular öz kartlarını və şanslarını qiymətləndirirlər. Əgər kombinasiya toplamaq çətindirsə və ya davam etmək istəmirsinizsə, kartlarınızı ata bilərsiniz. Güclü kombinasiya əldə etmək ümid edən oyuncular mərclərə davam edirlər. Dealer 4-cü kartı, yəni turn açır. Yenə mərc olur. Sonra isə 5-ci kartı, yəni river açır. Mərclər davam edir. Mərclər yekunlaşdıqdan sonra oyuncular kartlarını göstərir və kombinasiyalarının gücünü müqayisə edirlər. Bankı ən güclü kombinasiya toplayan oyuncu qazanır. Poker kombinasiyaları. Poker oyununda cəmi 10 əsas kombinasiya var. Ən yüksək kart, yəni high card. Kombinasiya yoxdur, sadəcə ən yüksək kartınız nəzərə alınır. Cüt, pair. Eyni dəyərə malik 2 kart. 2 cüt, two pair. Fərqli qiymətlərə malik 2 cüt kart. Üçlük, three of a kind. Eyni dəyərə malik 3 kart. Ardıcıl, straight. Fərqli mastan olan ardıcıl 5 kart. Flush. Eyni mastan olan 5 kart. Kartların ardıcılığı önemli değil. Full house. 3 eyni dəyərə malik kart və digər 2 eyni dəyərə malik kart. 4 eyni kart. Four of a kind. Eyni dəyərə malik 4 kart. Ardıcıl flush, yəni straight flush. Eyni mastan olan ardıcıl 5 kart. Və kral flush, yəni royal flush. Eyni mastan olan ən yüksək 5 kart. Poker haqqında daha çox öyrənmək istəyirsinizsə, Playbay Telegram kanalına keçid edin.